Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam. Bu sözləri Qafqaz İnfoya açıqlamasında Fövqəladə Hallar Nazirinin vəzifəsindən azad olunan müavini general-leytenant Etibar Mirzəyev deyib. O bildirib ki, 20 ildir sözü gedən vəzifədə çalışıb. Buna görə cənab prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əskəriyəm. Xəbər verdiyimiz kimi xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova həbs edilib. Məsələ ilə bağlı Nigar Həsənovanın vəkili İlqar Rüstəmov axşamazı açıqlama verib. O bildirib ki, Nigar Həsənovanın işində mərhum xalq artisti İlhamə Quliyevanın adının hallandırılmasından narahatdır. Zərər çəkmiş şəxslərdən bəziləri Nigar Həsənovanı mərhum xalq artisti İlhamə Quliyeva ilə əlaqələndirib məsələni yayıblar. Onların qohumluq əlaqəsi ola bilər, amma bunun İlhamə Quliyevaya aidiyyəti yoxdur. Məqsədli şəkildə edilir. Bununla bağlı ailə məhkəməsinə müraciət ediləcək. Vəkil məbləğin 811 min manatdan çox göstərilməsinin düzgün olmadığını deyib. Nigarın əməlində cinayət tərkibi yoxdur, mülki məsələdir. Şikayət edən bir neçə nəfərdir. Müəyyən məbləğdə faizlə, yəni sələmə pul götürülüb və məbləğ şişib. Nigar həm faizi, həm də borcun bir hissəsini qaytarıb. Bizdəki həbs qərarı ilə bağlı sənəddə məbləğ o qədər göstərilməyib. Cinayət işi məxfi olduğu üçün məlumatı verə bilmirik. İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva isə məsələ ilə bağlı suallarımıza Nigar 2 gündə həbs edilib. Bizi İlhamə Quliyevanın adı ilə vurdular. Apellyasiya şikayəti verəcəyik. Ona görə də mən danışa bilmirəm sözlərini deyib. Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.